Deməli, salam əzizləyicilər. Bu dəfə fərqli bir mövzuda video çəkəcəm. Məsələ nədir? Deməli, ayaq jesti işləmir. Niyə? Gətirib yığıblar belə küslər üsulla. Ayaq jestin işləmir, aktiv deyil. Bundan əlavə olaraq bu avtomobildə kör zona var. Yəni uzaq məsafə sürdüyün zaman, yanından sağdan soldan avtomobil yaxınlaşan zaman yan şüşələrdə, yan güzgülərdə bildiriş gəlir. Deməli, hərdən xətasını verir, hərdən işləyir. Buna da səbəb nədir? Bu yerindədir, amma bu distronik blok, gördüyünüz bu yerində deyil, zajimlə bağlanılıb. Tam yerində oturmur və hərdən başlayır aşıqqa verməyə, xəta verməyə, hərdən işləməyə. İndi biz bu BMW-də bütün nə elektrik problemləri varsa hamısını həll edəcəyik. Artıq biz nəzərdə çatdırmaq istəyirəm ki, başlamışıq bütün avtomobillərdə elektrik problemlərini həll eləməyə və inşallah ki, bu problemi də avtomobildə olan bu problemi də aradan qaldırıb yığacaq üzərinə yerləşdirəcəyik və hər şeydə zavod vəziyyətində yerləşdirəcəyik. Yəni xüsusi çembriklə, yəni qayda qanunla necə lazımsa elə işləyib təhvil verəcəyik. Sizin də avtomobildə elektrik işlərinə ehtiyac varsa, səhifəmizdəki nömrəmizə əlaqə saxlaya bilərsiniz. Markasına, modelindən asılı olmayaraq elektrik xidmətləri göstəririk. Təşəkkürlər, izləmədə qalın.